Salam dostlar, nəyə baxırsınız? Uşaqlıq hər bir insanın həyatında ən qayğısız, ən rəngarəng və ən unudulmaz dövrdür. Ancaq təəssüf ki, dünyanın müxtəlif yerlərində minlərlə uşaq bu dövrü uşaq meydançasında yox, iş yerində keçirir. MAQ-in bugünkü mövzusu 12 iyun Ümumdünya Uşaq əməyinə qarşı mübarizə gününə həsr olunub. Müzakirəmizə keçid almazdan əvvəl mövzu ilə bağlı süjetimizə nəzər salaq. Oradakı həkimlər kimi ağ xalat geyinib insanları sağaltmaq istəyirəm. Mən də böyüyəndə polis olub insanları təhlükədən qorumaq istəyirəm. Hər birimiz uşaq yaşlarında ikən böyüklərdən bu sualı eşidirik. Böyüyəndə kim olacaqsan? Bu suala qızlar daha çox həkim olmaq istədiklərini deyirlər, oğlanlar isə polis olmaq istədiklərini bildirirdilər. Və çoxumuzun da elə cavabı uşaq yaşlarında ikən buna bənzəyirdi dostlar. Zaman keçdikcə artıq kim olmaq istədiyimizi anlayırıq və o sahə üzrə uğur qazanmağa çalışırıq, ona nail olmağa çalışırıq. Lakin bəzən valideynlərimizin təkidi və eyni zamanda universitetə qəbul imtahanında yığdığımız nəticələrə görə fərqli istiqamətə yönəlmək məcburiyyətində qalırıq və istəmədiyimiz sahədə məcburən fəaliyyət göstərməyə başlayırıq. Beləliklə, fərqli sahələrdə fəaliyyət göstərən gənclər düşünürlər ki, öz uşaqlıq arzuları sadəcə arzu olaraq qalıb. Əslində isə bu belə deyil. Heç nə üçün gec deyil, dostlar. Amma elə gənclərimiz də var ki, öz uşaqlıq arzularını, ümumiyyətlə arzuları uğrunda mübarizə aparıblar və bugün ona nail olaraq hətta uğurlu olublar. Gəlin o gənclərdən birini yaxından tanıyaq. Mehman müəllim, uğurlu gənc bir müəllimsiniz. Mənə maraqlıdır, mən müəllim olmaq istəyirəm düşüncəsi sizdə necə yarandı? Mənim üçün müəllim, belə deyək də, hətta insan üstü bir varlıq kimi idi. Çox maraqlı idi, sirli idi. Bundan dolayı başlanğıcda müəllim peşəsinə çox marağım var idi. Ki, hansı ki, sonraki zamanlarda da məlum uşaqların arzuları müxtəlif olur, dəyişir. Çünki insan özünü tanıyır həmin yaşda, ətraf dünya ilə tanış olur. Məndə də bu proseslərin sonunda artıq özümü dərk elədim, ətraf dünyanı dərk elədim. Keçmiş, gələcək, tarix misal üçün oxuyurdum və anladım ki, mənim üçün dəyərli olan, hansı ki, mənim özümü, daha doğrusu bütün peşələr dəyərlidir, amma mənim özümü tapa biləcəyim, xarakterimə uyğun olan peşə müəllimlik peşəsidir. Və bilirsiniz, burada bir məqam var ki, insan bəzən nəyisə arzuluyur, ona çatanda yanlış olduğunu da anlaya bilir. Amma məsələ o idi ki, mən arzuladım, çatdım və məmnun qaldım. Düşünürəm ki, bu önəmli bir məqamdır. Nə gözəl. Onda deyə bilərikmi ki, siz öz uşaqlıq arzunuzu reallaşdırmısınız? Əlbəttə ki. Əlbəttə. Belə deyim də, yəni reallaşdırmışam, bu davam edən bir prosesdir. Reallaşdırıram deyə düşünürəm. Ki, nə qədər ki, biz bu dəyəri yaradırıq özümüz üçün, bu elə biləm ki, davam edən bir prosesdir. Bəs reallaşdıra bilməyən gənclərə nə deyərsiniz? Sözüm odur ki, bu arzular elə bir məsələdir ki, burada arzu insanda dəyişə, yarana məhv ola bilər. Arzunun reallaşması üçün zaman limiti mən düşünürəm ki, yoxdur. İnsan hər bir yaşında, hər bir dövründə bu arzuları yenidən formalaşa bilər və yaxud da ki, özünü tanıyıb, öz qayəsini bilib, öz mahiyyətini anlayıb, bir məqsəd, bir arzu seçə bilər və onu reallaşdıra bilər. Düşünürəm ki, bunun üçün yaş deyil, heç zaman gec deyil, insan arzularına çatmaq üçün həmişə can atmalıdır. Əslində insanın sevdiyi işi görməsi sadəcə maddi məsələ deyil. Bu, hər səhər oyandıqda özünü necə hiss etməyindir. Çünki insan istəmədiyi sahədə uğurlu olsa belə, zaman keçdikcə daxilən yorulur, gördüyü iş ona əvvəlki kimi maraqlı gəlmir. Amma sevdiyi işi görəndə ən çətin məqamlar, qarşılaşdığı maneələr belə ona daha mənalı gəlir. Çünki o, sadəcə işlədiyini deyil, eyni zamanda özünü ifadə etdiyini hiss eləyir. Tarixdə də buna bənzər nümunələr çoxdur. Məsələn, məşhur aktyor Keanu Reeves gəncliyində peşəkar xokkey ustası olmağı arzulayır. Ancaq aldığı zədə onun bu xəyalını yarımçıq qoydu. Sonradan başqa bir sahəyə üst tutdu və bugün milyonlarla insan onu dünyanın ən məşhur aktyorlarından biri kimi tanıyır. Digər bir hekayə isə Harlan Sandersin hekayəsidir. O, uzun illər müxtəlif işlərdə çalışıb. Hətta 60 yaşını keçəndən sonra öz resepti ilə restoranlara müraciət etməyə başlayıb. Dəfələrlə rədd cavabı alsa da istəyindən əl çəkməyib. Nəticədə isə dünyanın ən məşhur fast food markalarından birinin əsasını qoyub. Bəzən insanın həqiqi yolu geç tapılır. Amma tapıldıqda hər şey dəyişə bilir. Elə Mehman müəllimin söylədikləri də göstərir ki, insan həyatı boyu özünü tapmağa, bacarıqlarına və xarakterinə uyğun sahədə fəaliyyət göstərməyə çalışır.
Bəlkə də əsas məsələ ilk seçimindən uğur qazanmaq deyil, öz məqsədindən, öz arzularından əl çəkməməkdir. Arzular bəzən gecikə bilər, amma yox ola bilməz. Kim bilir, bəlkə də bugün başqa sahədə çalışan biri sabah uşaqlıq arzusunun arxasınca yenidən gedəcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Məsələləri şöbəsinin böyük məsləhətçisi Şəbnəm xanım Cəfərova qonağımız. Şəbnəm xanım, xoş gəlmisiniz. Çox sağ olun dəvət üçün. Şəbnəm xanım, uşaq əməyi dedikdə tam olaraq nə nəzərdə tutulur? Hər hansı bir işi görən, işi icra edən uşaq da artıq uşaq əməyinin qurbanına çevrilir? Qanunən 18 yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunur və uşaqlar onların sağlamlığına, mənəviyyatına zidd olan fəaliyyətlərə cəlb olunduğu halda uşaq əməyinin istismarına çevrilir. Nəzərə alsaq ki, uşaq onun yaşına, belə deyək, fizioloji keyfiyyətlərinə uyğun olmayan bir əməyə cəlb olunur. Onu məcbur da edə bilərlər, yaxud da hansısa digər faktorlar da ola bilər. Təbii ki, bu işin araşdırılması gedişatında bəlli olur. Amma əsas faktordan ibarətdir ki, burada istismara məruz qalan bir uşaqdır və onun demək olar ki, əmək istismarı adı altında digər hüquqlar da pozulur. Təbii ki, məsələn, küçədə uşaq hansısa bir fəaliyyətə cəlb olunursa, bu onun sağlamlıq hüququnun pozulması ilk növbədə, eyni zamanda təhsil hüququnun pozulmasıdır. Təəssüflər olsun ki, biz işin araşdırılması gedişatında daha başqa mənzərələrlə tanış ola bilərik ki, uşağın sənədləri yoxdur. Və biz bilmirik ki, o uşağı əməyə də cəlb edən şəxs kimdir? Ümumiyyətlə, uşaq özü əməyə cəlb olunmasının fərqindədirmi, yaxud da yox? Yəni, bunlar hamısı araşdırılması vacib olan məqamları özündə əks elətdirir və uşaq əməyinin istismarı bəzən sözdə qısa şəkildə ifadə oluna bilər, amma özü çox geniş bir məfhumu özündə ifadə edir ki, burada bir insanın, bir belə deyək də, hələ yetkinlik əldə eləməmiş bir şəxsin hüquqlarının tam şəkildə pozulmasından söhbət gedir. Çox maraqlı məqama toxundunuz Şəbnəm xanım. Dediniz ki, bu uşağın sənədləri yoxdur, bilmirik onu kim məcbur eləyir işləməyə, ümumiyyətlə öz razılığı varmı və ya yoxdur. Fərd olaraq yəqin siz də qarşılaşırsınız, hamımız qarşılaşırıq şəhərdə dilənən uşaqlarla, dilənçilik edən başqa nəsə satan uşaqlarla. Fərd olaraq biz qarşılaşanda belə hallarla kimə, nəyə müraciət eləməliyik? Biz hər zaman çalışırıq ki, vətəndaşlara bildirək ki, hər bir məsələdə vətəndaş məsuliyyəti anlayışı çox mühüm bir faktordur. Biz hər zaman çağırış edirik ki, təbii ki, bu tip verilişlərin olması çox mühümdür bu məsələnin belə də işıqlanmasında və geniş kütləyə çatdırılmasında. İnsanlar müraciət eləmə hüquqlarından istifadə eləməlidir. Ola bilər onların qonşuluğunda bu hal baş verir, yaxud da küçədə görür. Təbii ki, bu halda Dövlət Komitəsinə müraciət edə bilərlər, müvafiq orqanlara. Bunlar hansı ki, Daxili İşlər Nazirliyi orqanları əsas burada bizə belə deyək, dəstəkçi olan Mərkəzi İcra Hakimiyyəti orqanıdır. Eyni zamanda araşdırılması gedişatında artıq yerli icra hakimiyyəti orqanlarında olan uşaq hüquqları müdafiəsi komissiyalardır. Amma vətəndaşlar bilməlidirlər ki, onların müraciətləri vətəndaşın istəyinə uyğun olaraq, yəni onun məlumatları anonim formada saxlanılır, yaxud da vətəndaş istəyə bilər ki, onun məlumatları açıq şəkildə olsun. Yəni onun istəyinə uyğun olaraq bu müraciətin gedişatı davam etdirilir. Yəni təbii ki, burada gedişatı davam etdirilir deyərkən, burada əsas məsələ uşaqla bağlı olan bütün məsələ təfsilatlı şəkildə araşdırılır. Araşdırma gedişatında artıq o bayaq qeyd etdiyimiz məsələlər artıq aşkar olunur ki, uşaq ümumiyyətcə bu öz ailəsidirmi, öz ailəsi deyilmi? Ümumiyyətlə kimlər bu uşağı məcbur eləyir? Uşaq öz istəyi ilə mi gəlib bu belə deyək fəaliyyətə cəlb olunub, yaxud da hansısa bir formada fərq eləməz. Bu artıq işin qiymətləndirilməsi gedişatında müəyyənləşdirilir. Çalışan uşaqların bugün uşaq əməyinin qurbanı sayılan uşaqlardan əgər söhbət gedirsə, bunun hansı səbəbləri olur əsasən? Onlar nəyə görə əmək fəaliyyətinə cəlb olunurlar? Bəzi valideynlər düşünür ki, bu onun inkişaf dövrünün bir parçasıdır. O uşaqlıqdan görür, götürür. Əlbəttə ki, dil əməyi və sair bir kənara qoyuruq. Daha başqa peşəkar mühitdə çalışan uşaqlardan gedir söhbət. Əslində qanunən o da səhvdir. Ancaq bəzi valideynlər fikirləşir ki, o indidən bişir, yetişir, öyrənir, inkişaf eləyir. Bilirsiniz, burada yanaşma məsələsi düzgün olmalıdır. Valideyn uşağına müəyyən əmək funksiyalarını öyrətməlidir. Təbii ki, uşaq 15 yaşına çatmamış uşaqların ümumiyyətcə fəaliyyətə cəlb olunması qadağandır və uşağın mənəviyyatına, fiziki sağlamlığına zidd olan fəaliyyətə cəlb olunması qadağandır. Əgər valideyn uşağına ağır, belə deyək, yük daşınması, yaxud da onun
bayaqki qeyd etdiyimiz kateqoriyalara zidd olan fəaliyyətə cəlb eləyirsə, valideyn yaxud onu əvəz eləyən şəxslər, qəyyum olsun, himayəçi ailəsi olsun, fərq eləməz, yaxud da ola bilər ki, uşaq nənə-baba yanında yaşayır, valideyn belə deyək də qeyri-rəsmi formada himayə verir və çıxıb gedib. Fərq eləməz. Əsas burada nəzərə almaq lazımdır ki, bu uşaq fəaliyyətə cəlb olunur. Yəni bu uşaq o fəaliyyətdə nə əldə edir? Heç bir şey. Amma uşaq ola bilər ki, bu belə deyək də ailə təsərrüfatına yardım üçün, o da kiçik bir əmək funksiyalarının öyrədilməsi istiqamətində olsa, əgər bayaq qeyd etdiyim kimi həmin əmək o uşağın mənəviyyatına zidd olmayacaq şəkildədirsə, yəni onun hüquqlarını pozmayacaq şəkildədirsə, buna yol verilə bilər. Amma Şəbnəm xanım, fikir vermisiniz, biz motivasiya nitqlərini dinləyəndə çox uğurlu insanlar, nə bilim, filan şirkətin təsisçisi, qurucusu, nə milyonçu bir adam öz uğur hekayəsini danışanda həmişə deyir ki, mən 8-9 yaşından işləyirəm və müəyyən mənada bu cəmiyyətə romantik şəkildə diktə olunur ki, sən uşaq yaşından başlamalısan. Və bu motivasiya nitqini dinləyən 18, 19, 20 yaşındakı gənc fikirləşir ki, mən artıq geri qaldım, mən artıq gecikdim və yaxud da ki, gələcəyə tələsməyə başlayır. Yox, bilirsiniz, mən yenə də qeyd etmək istəyirəm ki, məsələyə yanaşma söhbəti var. Hamımız təbii ki, müəyyən belə deyək, ailədə böyümüşük, müəyyən iş görmüşük. Yəni mən də öz uşaqlığımı xatırlayanda, mən də evdə müəyyən işlər görmüşəm, ailəyə kömək üçün müəyyən işlər görmüşəm, öz müəyyən bir qabiliyyətlərim var idi. Onu formalaşdırmaq üçün müəyyən əşyalar düzəldirdim. Yəni ki, bunun hətta fikirləşirdim ki, satışı olsa mən müəyyən bir belə deyək də məbləğ əldə edərəm, öz xərclərimi qarşılayaram. Amma mən yenə də qeyd etmək istəyirəm ki, bu satış olsun, bunun xərcin qarşılanması məsələsi olsun. Burada əgər mənim təhsil hüququm pozulsaydı, bu artıq mənim əməyimin istismarı olacaqdı. Ya mənim belə deyək də ağır əməkdə işləməyim olsaydı, ağır bir rejimdə ki işləməyim, yaxud da ola bilər ki, heç mənim sağlamlıq hüquqlarım nəzərə almasaydı valideynlərim, o da əməyin istismarı hesab olunacaqdı. Yəni uşağın marağına uyğun, yenə də qeyd edirəm ki, uşaqda əmək qabiliyyəti formalaşdırmaq lazım. Əmək qabiliyyəti formalaşdıranda bu təbii ki, hansısa uşağın marağı olsun, hansısa bir yöndə belə deyək də qabiliyyətinin inkişaf formasında olmalıdır. Təbii ki, bayaq qeyd etdiyiniz uğur qazanmış insanların həyatına baxanda müəyyən onların belə deyək daha kiçik yaşlardan işlənməsinin şahidi ola bilərik. Bu təbii ki, dövr məsələsi də var. Şərait məsələsi də var. İşə də fərq var. Həm dövr məsələsi, həm işdən işə fərqi, həm şərait söhbəti var. Elə uşaqlar var ki, misal üçün axtarış zamanı biz müəyyənləşdiririk ki, onun valideynləri xəstədir, uşaq evin tək uşağıdır və onun heç bir yaxın qohumlarının dəstəyi yoxdur. O özünün böyük bir belə deyək, məsuliyyət yüklüyü və deyir ki, mən öz ailəmin dərsdən sonra işləyirəm müəyyən bir yerdə və mən öz ailəmin qayğısına qalıram. Amma biz yenə də qeyd edirik, əgər sən bunu belə deyək də müəyyən sərgilər var uşaqlar üçün. Uşaqlar müəyyən rəsmlərini düzəldə bilərlər, o tabloların satışları ola bilər. Amma biz bilərik ki, o şəkillərin satışı o uşağın özünə gedir. O uşaq öz əməyinin bəhrəsini görür. Amma onun əməyinin bəhrəsi ailəyə yardım formasında da ola bilər, müəyyən həddə. Amma bu artıq uşağın, belə deyək, uşaq ağır işdə işləyib, səhər gəlib dərsə artıq yuxulu vəziyyətdə gəlirsə, yaxud da bir gün gəlib, 5 gün gəlmirsə, uşaq ağrıyır, heç ona laqeyd münasibət varsa, bir yaxın qohum olsun, belə deyək, ətrafdakı olan insanlar olsun, laqeyd münasibət göstərirsə, biz baxırıq ki, təbii ki, bu uşağın əməyinin istismarıdır. Şəbnəm xanım, uşaqların əl işlərini satmaq, maliyyə, maddi cəhətdən pul qazanmaqları üçün müəyyən sərgilər olduğunu qeyd etdiniz. Biz bilirik ki, başqa intellektual müsabiqələr də olur. Nazirliklər tərəfindən, Gənclər və İdman Nazirliyinin mütəmadi olur. Mədəniyyət Nazirliyi müsabiqələr elan edir. Bəzən qrant müsabiqələri olur. Düzdür, bunun üçün biraz elm tələb olunur, biraz başqa bacarıqlar, fiziki güc yox, başqa bacarıqlar tələb olunur. Amma hər biri mənə elə gəlir ki, müvəqqətidir və müəyyən bir dövr üçün nəzərdə tutulub. Davamlı şəkildə işləmək istəyən bir uşaq hüquqi cəhətdən hansı hüquqlarını bilməlidir, harda işləməlidir, hansı mühiti seçməlidir iş üçün? Burada əsas məsələ yaş məsələsidir ki, uşaq bilməlidir ki, yəni ki, 10-15 yaşına qədər işləmək hüququ yoxdur. Yəni hansısa bir müqavilə əsasında. Əslində valideyn icazəsindən. Valideyn icazəsindən sonra 15 yaşından sonra artıq uşaqların işləmək hüququ olur. O da valideyn artıq yaxud onu qəyyumu, rəsmi şəkildə himayədar olan bir şəxs tərəfindən həmin şəxslər də o müqavilənin imzalanmasında iştirak etməlidirlər. Amma uşaqların işləmə şəraiti məsələsi də var ki,
Uşaqlar, yəni belə deyək, ağır işlərdə işlədilə bilməz və uşağın əmək haqqı hansı daha az saat məsələsi olmalıdır. Uşağın iş saatları, yəni yetkin şəxslərin saatları, iş saatları qədər olmamalıdır və bu saat müqayisəsinə baxmayaraq əmək haqqı tam şəkildə ödənilməlidir və uşağın belə deyək, iş şəraitində onun uşaq olması faktoru, yaşı, fizioloji göstəriciləri, sağlamlıq keyfiyyətləri nəzərə alınaraq, yəni ki, bu iş ona təklif olunmalıdır. Və yenə də qeyd edirəm, artıq bu formatda gedən işdə əməyin istismarı məsələsi olunmur. Yəni uşaq da və çalışmaq lazımdır ki, uşağın marağına uyğun olaraq bu iş qrafikası müəyyənləşdirilə bilər. Olmayan, təbii ki, onun hüququ pozulmayacaq bir şəkildə olmalıdır. Şəbnəm xanım, bir qədər əvvəl də qeyd etdiyimiz kimi, bəzən məcburiyyətdən yox, istəkdən, inkişafdan, bəzi insanlar isə müalicə üçün işləyir. Burada nəyi nəzərdə tuturam? Həssas qrupdan olan gənclərimiz, uşaqlarımız var. Bilirik ki, onların sosial aktivliyi, cəmiyyətə inteqrasiyası onların həm də müalicəsi üçün böyük rol oynayır. Müalicəsinə bir töhfə verir, inkişafına, şəxsi inkişafına müsbət təsir eləyir. Əməkdaşımız Nigar bəyim Kaşalata kafedən bir süjet hazırlayıb, istəyirik sizlə birlikdə baxaq. Bakıda elə bir məkan var ki, burada verilən yüngül qida məhsulları sifarişdən daha fərqlidir. Kaşalata kafedə müxtəlif müxtəlifliyə sahib olan gənclər fəaliyyət göstərir. Mən də bugün onlarla birlikdə çalışmağa və onların komandasının bir üzvü olmağa çalışacağam. Salam, Kaşalata kafeye hoş geldiniz. Ne olmak istiyorsun? Salam, xoş gördük. Bir ədəd amerikano zəhmət olmasa. Olar. Artıq qəhvəmiz hazırdır, biz onu müştəriyə verə bilərik. Kaşalata əslində Bilgə və Sağlam İctimai Birliyinin bir layihəsidir. Hansı birlik ki, artıq 15 ilə yaxındır. Autizmlə əlaqəli maarifləndirmə işləri aparır və autizmli insanlara və onların ailələrinə dəstək olur və ölkədə cəmiyyəti daha çox məlumatlandıraraq autizmli şəxsləri, neyromüxtəlifliyi olan şəxsləri cəmiyyətə inteqrasiyasını təmin edir. Və Kaşalata kafe 8 ildir ki, bizim Məsələ Autizm Mərkəzinin nəzdində yaranıb, ancaq 2 ilə yaxındır şəhərin ən gözəl yerində, mərkəzində cəmiyyətə açıq formada təqdim olunub və Kaşalatanın mənası oğlum Həmzə bir gün salatı qaşıqla yeyirdi və qaşığa baxaraq qaşıq dedi, sonra salata dedi. Daha sonra bir yeməyi mənə göstərərək, onu istəyərək, iki kəlməni birləşdirərək Kaşalata adını verərək onu istədi və bu kəlməni ilk eşitdiyim zaman çox duyğulanmışdım və bir xəyal qurdum ki, bir gün gələcək ölkəmizdə bu kafenin açılışını edəcəyik və o kafenin əməkdaşları Həmzə və onun dostları olacaq. Və Kaşalata ölkənin ilk və tək inklüziv kafesidir və oranında 10 neyromüxtəlifliyi olan əməkdaş var. Əslində hər bir insan kimi dünyaya gəldikdən sonra onun təhsil prosesi başlayır, daha sonra iş fəaliyyəti ilə davam eləyir və biz valideynlər olaraq da hansılar ki, neyromüxtəlifliyi olan övladlara sahibik, bizim də hər zamanki narahatçılığımız və istəyimiz də o yöndə olur ki, bizim övladlarımız diaqnostikaları həyata keçirildikdən sonra, təhsilə cəlb olunduqdan və ya oluna bilmədikdən sonra da onların hansı yolu gözlədiyini bilmirik və nəticədə iş insanı olacaqlarmı, hansı bir işi bacara biləcəklərmi, bu suallar bizi mütəmadi narahat edir. Və bunun üçün də hər bir üzvü kimi cəmiyyətin neyromüxtəlifliyi olan insanların da işə cəlb olunması şərtdir. Çünki sərbəst şəkildə cəmiyyətə inteqrasiya olmaları, özlərini sərbəst şəkildə idarə etmələri və bir şəxsiyyət kimi formalaşmaları üçün mütləq şəkildə işə ehtiyacları var və daha çox sosiallaşmaları, daha çox insanlarla sosial ünsiyyətə daxil olmaları üçün vacib məqamlardan biridir. Qəhvə
hazırladıq, dadına baxdıq. İndi isə piano burdadırsa, Əli sahibinin musiqili dəqiqələrini dinləyəcəyik. Şəbnəm xanım, bu məsələyə münasibətiniz necədir? Ümumiyyətcə bu məsələnin mövcud olması gələcək üçün də inklüzivlik baxımından böyük bir dayaqdır və biz uşaqlar üçün də həm sosial baxımdan, həm inkişaf baxımından böyük bir inkişafa gedən yolda belə deyək də mühüm addımlardan biridir. Şəbnəm xanım, rəqəmsal dövrdə yaşayırıq və rəqəmsal dövrün uşaqları, gəncləri yetişir. Bu baxımdan bəzən bir kontent istehsalçı da, kontent istehsalçısı da, kontent istehsal edən bir uşaq da işləmiş sayıla bilər də müəyyən mənada. Məsələn, bloq fəaliyyəti var, kontent sahibidir, izləyicisi, auditoriyası var, yəni buna iş kimi yanaşır. Bu necə tənzimlənir? Sizcə o da yenə əmək qurbanı hesab olunur? Baxın, bu günlərin müxtəlif belə deyək də uşaqlar var ki, kateqoriya uşaqlar var ki, onlar deyirlər ki, bizim bir işimiz var. Biz soruşuruq, bizə maraqlı gəlir, müəyyən uşaqlarla daha tez biz görüşürük çünki. Deyir ki, mən müəyyən bir belə deyək səhifə istifadəçisiyəm, orada onlayn satışla məşğulam. Biz deyirik, bəs necə olur bu? Deyir, heç nə, dərsdən gəlirəm və orada mən sifarişlərimi qəbul edirəm, müəyyən kuryerlərlə danışmışam, satışı həyata keçirirəm, yaxud da ola bilər ki, mən bir belə deyək də kurs yaratmışam orada onlayn şəkildə, onlar ödəniş eləyirlər. Biz onlar ödəniş elədikdən sonra parolları onlarla bölüşürük və uşaqlar müəyyən belə deyək testlərlə tanış olur falan filan. Əsas məsələ orada nədir? Uşaq özü bilmir. Məsələn, onun da belə deyək də həmkar olduğu, bu işdə digər insanlar var. Belə deyək, artıq onlar özlərinə bir biznes qurduqlarını hesab edirlər və baxırıq ki, o uşaq məsələn gözdə görünən tərəf uşaqdır. Bəzən də bu hallar olur ki, məsələn, həmin belə deyək, onun digər belə deyək, işdə işlədiyi şəxs onu deyir ki, sən get. Məsələn, sən bunu belə deyək, nümayiş elətdir. Sən denən ki, bizim belə bir saytımız var, əlverişli saytdır. Digər insanları cəlb elə, uşaqlar arasında bu fikri yay. Amma burada bir məsələ, biz soruşuruq ki, bəs sənin buradan aldığın qonorar nədir? Bəs həmin şəxsin aldığı qonorar nədir? Sən neçə saatını sərf eləyirsən? Digər şəxslər neçə saatını buna sərf eləyir? Biz artıq söhbət gedişatında bizə bəlli olur ki, bu uşağın burada əməyinin istismarı var. Amma ona da deyilir ki, sən heç bir şey yerə getmirsən ki, evin içində işini görürsən və pulunu əldə edirsən. Yanaşma bu cür şəkildədir və təbii ki, bu kənardan çox bir xoş təəssürat yarada bilir ki, mən evim içindəyəm, pul qazanıram. Nə yaxşı, mən bir həm də belə deyək də internetdən daha geniş şəkildə istifadə etməyə bacarıram. Kimsə də heç kəs nəsə bilməyəcək. Amma həmin yetkin şəxs bundan xəbərdardır axı. Bu formalda uşağın istismarı olur. Təbii biz bayaq danışanda qeyd elədik ki, günün altında yaxud da soyuq hava şəraitində əsasən yəni belə deyək də küçə mühitində olan işlərdən söhbət gedirsə, əməyin istismarında daha doğrusu başa düşülürsə, amma indiki dövr üçün doğru qeyd edildiyi rəqəmsallaşma mühitində bu tipli əməklər də var. Şəbnəm xanım, istənilən mövzuda yanaşmanın və tarazlığın əhəmiyyətindən danışdınız. Təşəkkür edirik vaxt ayırıb gəldiyiniz üçün. Gələcək fəaliyyətinizdə uğurlar arzu edirik. Çox sağ olun, sizlər də bizi dəvət etdiyiniz üçün. Bu tipli verilişlər ictimai maarifləndirmədə böyük əhəmiyyət kəsb edir. Belə dostlar, bir buraxılışımızın da sonuna gəlib çatdıq. Maykda başqa hansı mövzuları görmək istəyirsiniz? Elə bu barədə bizə sosial şəbəkələrdən yazmağı unutmayın. Sağ olun.